Prezident İlham Əliyev Roma Papası 14-cü Leoya təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: Zat-ı müqəddəsləri, tac qoyma gününüz münasibətilə sizi və sizin simanızda bütün həmmənsəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalq adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə müqəddəs taxtac arasında qarşılıqlı hörmət və anlaşmaya əsaslanan əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi və gündən-günə yeni məzmun qazanması məmnunluq doğurur. Bir də bu əlaqələr dünyada dinlər arası harmoniya və mədəni müxtəlifliyin təşviqinə, sivilizasiyalar arasında qarşılıqlı etimad mühitinin yaradılması kimi xoşməramlı niyyətlərə xidmət edir. Dünyada multikulturalizmin ünvanlarından biri kimi tanınan Azərbaycanda etnik və dini müxtəliflik milli sərvət kimi qorunur. Bütün konvensiyalar üçün bərabər şərait yaradılır. Fəxr edirik ki, Azərbaycan müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşadığı məkandır. Bakı şəhərində yeni katolik kilsəsinin təməlinin qoyulması ölkəmizdə dinlər arası harmoniyanın, multikulturalizmin və tolerantlıq ənənələrinin növbətəyani nümunəsidir. Heydər Əliyev Fondu ilə müqəddəs taxtac arasında illərdən bəri təşəkkül tapmış səmərəli əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Fondun dəstəyi ilə Vatikanda aparılan bərpa işləri mədəniyyətlər arası dialoqa, dini və mədəni irsin qorunub saxlanılmasına töhfə verməklə yanaşı, Azərbaycanın ümumbəşər dəyərlərə sadiqliyinin göstəricisidir. Zat-ı müqəddəsləri, Azərbaycanla müqəddəs taxtac arasında səmimi dialoqun və əməkdaşlığın inkişafına sizin töhfənizi yüksək qiymətləndirirəm. Əminəm ki, iki tərəfli əlaqələrimiz ümumbəşəri dəyərlərin təbliği və sivilizasiyalar arası anlaşmanın təşviqi naminə bundan sonra da möhkəmlənəcək və daha da dərinləşəcəkdir. Belə bir əlamətdar gündə sizə möhkəm can sağlığı, uzun ömür, ali və müqəddəs missiyanızda daim uğurlar diləyirəm.